Salam Azərbaycan xalqı, salam Ali Baş Komandan cənab İlham Əliyev. Sizdən artıq dərəcədə xahiş edirəm, mənə kömək eləyəsiniz. Mən Ömərov Ramin Vəkiloğlu. 2-ci Vətən müharibəsində gedən döyüşlərdə könüllü olaraq iştirak eləmişəm. Cənab Prezident, sizin atamızın qəbrinə verirəm, mənə kömək eləyin. Mən 2 dənə uşağım var. Özüm kiraya qalıram. Dolana bilmirəm. Artıq dərəcədə sizdən xahiş edirəm, mənə kömək eləyin. Sumqayıt şəhər icra hakimiyyətində dəfələrlə qəbulunda müavinlərin qəbulunda olmuşam. Hər gedəndə nömrə götürürlər, mənə zəng eləmirlər. 5 il ərzində bir dəfə Sumqayıt şəhər icra hakimiyyətinin qəbulunda olmuşam. Mənim müavinlərinə tapşırıb ki, kömək eləyin. Heç kim mənə kömək eləmir. Fiziki işdə işləyə bilmirəm. 2011-ci ildə qolumdan zədə almışam, xəsarət almışam. Qoşa sümüyüm sınıb, dişlərin izləri var. Yəni pensiyadırlar, imkanım çatmadı. Keçən il martın 21-i avtoqəza körpü sümüyüm sındı. 6 ay millə qalmalıydım. 6 aydan sonra çıxarmalıydı. 1 il üstündən keçib, mən milli çıxarmağa mənim imkanım çatmır. Yəni pul istəyirlər. Xahiş edirəm, mənə kömək eləyin. 2 dənə balam var. Məktəbə getmirlər. İmkanım yoxdur onları məktəbə göndərməyə. Yəni bir gün məktəbə edirlər, 5 gün məktəbə etmirlər. Biri 4-cü sinifdə oxuyur, biri 1-ci sinifdə oxuyur. Yaxşı da dərsdən oxuyurlar. Sizdən artıq dərəcədə xahiş edirəm, mənə kömək eləyin. Sumqayıt şəhərində müavinlərin hər gedəndə nömrə götürürlər. 5 ildir. İndiyə kimi mənə heç kim əlaqəyə çıxa bilmirəm. Kirayanı da verə bilmirəm. Xahiş edirəm, sizdən artıq dərəcədə mənə kömək eləyin. Yəni Sumqayıt şəhər icra hakimiyyəti uşaqları qoymur atasız böyüsünlər. Allahımıza and ola deyirəm, intihar cəhdinə çatmışam. Uşaqların üzünə baxa bilmirəm mən. Kömək eləyin də. Bu uşaqların haqqına girirsiniz. Öz uşaqlarınıza, öz nəvələrinizə yetişdirirsiniz. Sizin uşaqlarınızın, nəvələrin bu uşaqlardan nə artıqdır?